Kərtənkələnin yumurtalığının yetişmə zonasına daxil olan hüceyrələrin bölünməsi zamanı əmələ gələn Y cinsi xromosomlu qametlərlə kərtənkələn bildiyimiz kimi heterozigotdur, dişi fərdləri, yəni X, Y-dır, dişi fərdləri, erkək fərdləri isə deməli X cinsi xromosomlu olur. Bizə deyir ki, əmələ gələn qametlərlə, Y cinsi xromosomlu qametlərlə Y cinsi xromosomlu yönəldici cisimciklərin sayı bir-birinə bərabərdir. Əgər yetişmə zonasının sonunda cəmi 36 yönəldici cisimcik alınarsa, qametlərin neçəsi erkək fərdlərin, yəni X-in əmələ gəlməsində iştirak edər. Biz bilirik ki, bir dənə hüceyrə daxil olduqda yumurtalığa 4 dənə hüceyrə əmələ gəlir. Bunlardan biri qametdir, üçü isə yönəldici cisimcikdir. Deməli, bir hüceyrə daxil olduqda məni 3 dənə yönəldici cisimcik verəcəksə mənə, bəs ona 36 dənə yönəldici cisimcik neçə dənə hüceyrə daxil olanda verəcək. Buradan X-in bərabərdir 12-yə. Deməli, tapdım ki, başlanğıc hüceyrə sayım 12-yə bərabər olmuşdur. 12 dənə hüceyrə daxil olanda vururam 4-ə, edir 48 dənə hüceyrə. Bu 48 dənə hüceyrədən 12-si, yəni daxil olduğu hüceyrə qədər də qamet əmələ gəlir. Bunun 12-si qamet, 36-sı isə, ondan 3 dəfə çoxu isə yönəldici cisimcikdir. Eyni zamanda mən bilirəm ki, kərtənkələ heteroqamet olduğuna görə bu 48 hüceyrənin 24-ü X-dır, 24-ü isə Y-dır. Və mənə deyir ki, Y, burada yazıb ki, hüceyrələrin bölünməsi zamanı əmələ gələn Y cinsi xromosomlu qametlərlə Y cinsi xromosomlu yönəldici cisimciklərin sayı bir-birinə bərabərdir. Deməli, bu 24 dənə Y-ımın 12 dənə Y düşür qametin payına. Deməli, 12 dənə qametim Y-ı daşıyırsa, onun X-i nəyə bərabər olacaq? 0-a bərabər olacaq. Və 36 dənə Y yönəldici cisimciyin isə 12 dənəsi yenə Y-ı daşıyacaq, 24 dənəsi isə X cinsi xromosom daşıyacaqdır. Bizə nə deyir? Qametlərdən, biz bilirik ki, yalnız qametlərdən yeni fərdlər əmələ gəldi. Bizim də 12 dənə deməli qametimiz varsa və bu qametlərin də hamısı 12 dənə Y-ı daşıyırsa, əks tərəfdən də deməli yalnız X-i verə bilər də. Çünki kərtənkələ sürünənlərə aiddir. Onlarda erkəklər X cinsi xromosomlu olur. Bizə bir sort qamet verəcək. X-la Y-ın birləşməsindən də yalnız dişi kərtənkələlər əmələ gələcəkdir. Bizə də deyir, neçəsi erkək fərdlərin əmələ gəlməsində iştirak edər? 0-a. Neçəsi dişi deməli kərtənkələrin əmələ gəlməsində iştirak edər deyərdisə, 12 dənəsi olardı. Doğru variantımız E variantı.